Görüntüsü qədər dadı da möhtəşəm olan çay süfrələrinizə çox yaraşacaq Soçinski paxlava hazırladım. Sizlərlə reseptini paylaşıram. Ərzaqların miqdarını postun altında dəqiq qeyd edəcəm. Əvvəlcə soyuq halda olan yağı una bulayıb rəndədən keçiririk. Ardından vanil, kabartma tozu, yumurta və xama əlavə edib xəmir yoğururuq. Yoğurduğumuz xəmiri 3 hissəyə ayırıb kündələyirik. Qeyd edim ki, paxlavamız 3 hissədən ibarət olduğu üçün orta hissəsini öncədən bişirirəm. Kündənin birini bişirəcəyim qabın ölçüsünə uyğun olaraq açıb, öncədən qızdırılmış sobada bişirirəm. Videoda da göstərdiyim kimi kənarlarının çıxıntılarını kəsirəm. Daha sonra isə içliyi hazırlayıram. İçlik üçün əvvəlcə yumurtanın ağını ağarana qədər ağardıram. Ardından isə şəkər tozu əlavə edib mikserin gül xodunda bərkiyənə qədər qarışdırıram. Mikseri kənara qoyub buraya qoz və kişmişə əlavə edirəm. Sizlər zövqünüzə uyğun olaraq tək qozdan da istifadə edə bilərsiniz. Digər xəmirləri də bişirəcəyim soba listinə uyğun olaraq açıram. Açdığım xəmiri soba listinə yerləşdirib üzərinə qarışımını əlavə edib ikinci qatına isə bişirdiyim xəmiri əlavə edirəm. Ardından yenidən içlikdən yerləşdirib digər xəmiri üzərinə yerləşdirib bıçaq vasitəsilə kəsib yumurta sarısı çəkib qoz yerləşdirirəm. Hazırlayacaq olan hər kəsə nuş olsun.